dərəcə olmasa belə mənim məntiqimə görə. Peyğəmbər Əfəndimiz yoxsa Həzrət Əli bilmirəm. Bir ateş olur galiba və oradakı xanıma deyir ki, sən istəyərsənmi evladın onun içində yansın? Tab xatırlamıram amma hekayəni belə xatırlayıram. Dindarlardan da üzr istəyirəm, yanlış xatırlayıramsa. Anası deyir, xeyr, istəmərəm. Ya Peyğəmbərimiz də deyir ki, Allah-u Teala 1000 qat istəməz qulunu orada yandırmağı. Amma neçə orada ateş var da yəni. Amma var da, oradadır. Amma biz ödülü o qədər sürətli, cəzanı o qədər də gecikdirici eləməliyik. Amma bunu doğru mexanizmasını quraraq. Deyəcəksən, mənim bunu rəqəmsəlləşdirmək mümkündür. Satış prosesi, satmama prosesi, logistika prosesi, istehsalat prosesi adım-adım yazdıqdan sonra komanda sayısı, hansı işlər nə qədəri rəqəmsəlləşdirməmək imkansızdır. Sadəcə buna zaman ayırmalıdır. Və doğru adama da Həvalə eləmədilər bunu. həvalə eləməlidir. Sakit müəllim, bir dənə maraqlı məqam var. Doğru adam deyəndə anar müəllim. Yox, deməz. Özümüz də sataq da yəni. Yox, məncə sizin satmağa məncə ehtiyac yoxdur. Kifayət qədər. Yoxdur,